kitabına. Yani bu da dinde olan nəsihətdəndir ki, Allah'ın kitabına olan nəsihətdir ki, bu özünde şamil edir. Allah Subhanahu Teala Muhammed sallallahu aleyhi ve sellem nazil ettiği kitap ve ondan önce nazil olan da şamil edir. Yani bu kitaplar hansı kidir? Ve nasihatul hadil kutubu tasdik ahbariha. Yani orada gelen haberleri tasdiklemek. Ne ki haber gelifti, vacibdir ki biz onu təsdiqləyək. Eğer bizim kitabımız onu təsdiqləyirsə. Yani orada çünkü değişiklikler olubdur. Ama umumən nedir? İman gətirdikdə kitablar bir samavi kitablar hamısına. Ama Kur'an'a geldikdə isə fəzzahiru ennel Kur'ana ve lillahil hamd nuqile bit tevatur. Ama Kur'an'a geldikdə Allah hamdolsun Kur'an tevatur olarak Peygamber sallallahu əhdindən bəri bu günümüzə kimi tevatur olarak nədir? Nəql olmuştur. Tevatur nədir? Yəni ki, mütəbər sənədlərlə heç birini inkar edə bilməyəcək. Yəni mütəvatir hədis deyirlər ki, 10 və ondan çox kəsdən rivayət olunur gəlir. Yəni Allah Subhanahu Teala axır zamanı qaldırana kimi bu qorunacaqdır. Yəni böyük də bunu oxuyur, kiçik də bunu oxuyur. Amma keçən kitablar isə səmavi bundan başqa keçən kitablar onlar dəyişdirilibdir, təhrif olunubdur. Lakin mə səhhə minhə, lakin ondan səhih olan şeyləri vacibdir xəbərini təsdiqləmək və orada olan hökmün səhihini etimad eləmək. Lakindən əlləsinə mütəabbidin bi əhkəmil kutub səbiqə. Lakin keçən kitablarla əhkamları ilə ibadət eləmirik. İllə bir dəlil min şər'inə. Yalnız bizim şəriətdə nə dəlil gəlirsə, o da bizim şəriətdədir. O hökmü. Allah'ın kitabının həmçinin nəsihətlərdən odur ki, insan o kitabı müdafiə eləməsi. Kim ki onu dəyişmək istəyir, istər ləfsi dəyişmək olsun, istər mənə dəyişmək olsun, və yaxud da kim iddia eləsə ki, orada naqislik vardır, və yaxud da əlavə vardır, rafizlər kimi. Məsələn, rafizlər iddia edirlər ki, Quran naqistir. Quran hansı ki, Muhammed sallallahu əleyhi və səlləm nazil olubdur, bu indikindən, insanın müsəlmanların əlində olandan daha çoxdur. Onlar bununla müsəlmanların icmasına müxalif olublar. Quran və lillahil hamd, Allah hamd olsun ki, Quran orada heç bir naqislik yoxdur. Kim bunu iddia edərsə ki, o artıq orada naqislik, bir şey naqisdir, Allah'ın sözünü yalanlamış olur. Subhanahu Teala. Allah Teala El-Hicr surəsi 9-cu ayədə deyir ki, İnna nahnu nazzalna zikra və inna lahu lahafizun. Biz bu zikri, yəni bu Quranı nazil etdik, biz onu qoruyacağıq. Allah Azze ve Celle onu korumasıyla təkəllüf edibdir özünü. Kim iddia eləsə ki, o naqis, oradan bir hərf naqistir, artıq Allah Subhanahu Taala'nın adından Allah Azze ve Celle'ni yalanlamış olur. Ona lazımdır ki, tövbə eləsin, Allah'a qayıtsın, bu dindən çıxaran bir əməldir, riddədir bu. Həmçinin Allah'ın kitabına olan nəsihətlərdən insan onun mənasını müsəlmanların içində yayması, yəni insanlara onun təfsirini oxuması, başa salması, səhih mənalarla, hansı ki, zahirinə müvafiq olan mənalarla. Belə ki, o heç bir təhrif, təğyir eləmədən bir məclisdə oturduqda فَإِنَّ مِنَ الْخَيْرِ وَالنَّصِيحَةِ بِكِتَابِ اللّٰهِ اَنْ يَأْتِيَ بِأَيَّةٍ مِنْ كِتَابِ اللّٰهِ عَزَّ وَجَلَّ يُبَيِّنُهَا لِلنَّاسِ. Yəni bir məclisdə oturubsan, xeyirdəndir ki, sən Allah'ın kitabına olan nəsihətdəndir ki, sən bir ayə gətirirsən Allah'ın kitabından, sonra o ayəni insanlara bəyan edirsən. Allah'ın kitabına olan nəsihətdəndir. Onun mənasını açıqlayırsan. Xüsusən də o ayələr ki, müsəlmanlar arasında oxunması çoxdur. Çox oxunur müsəlmanlar, çox oylar. Fatihə surəsidir. Həqiqətən Fatihə, necə ki biz bilirik, Nə'ləmi cəmiyyən namazın rukunlarından bir rukundur. Hər rükətdə oxunur Fatihə surəsi. İstər imam olsun, istər məmum olsun, istərsə təşkillikdə. İnsanlar onu bilməyə ehtiyacı vardır. Əgər sən insanların qarşısında bunu açıqlayasa, təfsir edəsə olsan, onlar üçün bunu bəyan edəsə olsan, bu Allah'ın kitabına olan nəsihətlərdir. Yəni. Həmçə Allah'ın kitabına olan nəsihətdən odur ki, sən iman edirsən ki, Allah-u Teala bu Quranı həqiqi olaraq danışıbdır bu Quranla. Onun kəlamı Azze ve Celle'nin hərif mənadır. Yəni ki, hərfsiz, belə deyək, leysəl kələmul huruf dunəl məani.
mənasız hərflərlə kəlam yoxdur. Lazımdır ki, danışılan şey mənası olsun. وَلَا الْمَعَانِ دُونَ الْحُرُفِ və yaxud da ki, hərfsiz məna yoxdur. Hərf yoxdursa, danışılırsa mənası da yoxdur. Bəl innəhu kələmullahi lafzan və mə'nən. Əksinə Quran Allah Taala'nın kəlamıdır, ləfsi olaraq, məna olaraq, lafzlə də Allah Taala danışıbdır, mənası da Allah Taala tərəfindəndir. Təkəlləmə bihi onunla danışıbdır. Onu Cibril aleyhissalam Allah Subhanahu Taala'dan tələqqi edib götürüb, sonra onu Muhammed sallallahu aleyhi ve sellem'e nazil etmiştir. Allah Teala demişti ki ve innehu letenzilu rabbil alemin. Alemlerin Rabbinden nazil olmuştu Kur'an. Nezele bihi ruhul emin. Ruhul emin yani Cibril aleyhisselam onunla nazil olmuştu. Ala kalbike li tekune minel munzirin. Yani Muhammed sallallahu aleyhi ve sellem senin kalbine nazil olmuştu ki o insanları sen korkudanlardan olasın. Bilisenin Arabi mubin açık aydın Arap dilinde. Şuara suresi 192-195. ayet gibi. Ve teammel keyfe kal ala kalbik. Sen fikirleş ki necə deyil, sənin qəlbinə. Yəni, mə'ənlə Rasulü sallallahu aleyhi ve sellem yəsməhu bi uzuney. Qəlbinə nazirlənmişdir, amma Rasulullah sallallahu kulaqlarıyla eşidibdir. Ama qəlbinə nazirlənmişdir. Və lakin el-uzun illəm yasıl məsmu'uha iləl qalb fə innəhu la istəqur fi nəfs. Lakin qulaq, əgər qulaqla eşidilən qəlbə çatmırsa da, o nəfsdə qalmaz. Nəfsdə qalmayan şeydə deyir ki, fələ yəstəqirru fin nəfs illə mə vasılə ilə qalb. Yəni, qəlbə qulaq yolundan çatan şey nəfsdə qala bilir. Daha doğrusu, nəfsdə qalan şey qəlbə qulaq yolundan eşidincə qəlbə çata bilir. Qəlbə çatmaz. Çünki bir nəfsdə o qalsın. Və yaxud da ki, görmək yoluyla çatan şey. Və yaxud da əllə hiss eləmək. Və yaxud da burunla iyləmək. Və yaxud da dillə dadmaq, ağızla dadmaq. Fəl-mühim odur ki, əl-qararı huvəl-qalib. Qərar tutacaq yer haradır, qəlbdir. Bunun üçün də Allah Teala deyir ki, Ələ qalbikə litəkunə minəl-munzirin. Sənin qəlbinə nazirlər, sən qorxudanlardan olasan deyə. Və alə hədə fəleysə minəl-nasihəti əl-xavdu fil-kələm əl-Quran. Həmçinin nəsiyyətdəndir ki, Quran barəsində bir şey danışmaq, dedikodu eləməkdə boş-boş yəni, bu nədir? Bu nəsiyyətdən deyil. Bəli, o kələmullahi haqiqətən, əksinə o Quran Allahın kəlamıdır. Əv leysə bi kələmillahi haqiqətən, əv ən yəqul innəhu xalqun min məxluqatillahi, əv mə əşbəhə zəlik, bəl huvə minən nasihədən tu'minə bi ənəhu kələmullahi haqqan əl-lafsı vəl-mə'lə. Yəni, sən Allahın kəlamında götürüb danırsan ki, görən Allahın kəlamıdır mı bu həqiqətdə? Belə bir söz demək olmaz. Və yaxud da ki, Allahın kəlamı deyil həqiqətdə. Və yaxud da ki, insan deyir ki, Allahın yaratdıqlarından bir yaradılışdır bu. Məxluq deyil, Quranımızı bilə. Buna oxşar şeylər, bunlar hamısı nəsiyyətdən deyil. Əksinə nəsiyyətdən odur ki, sən iman gətirməlisən ki, Quran Allahın kəlamıdır həqqi, ləfsi olaraq və məna olaraq. Həmçinin Allahın kitabına olan nəsiyyətdən odur ki, insan bu Quran, əzəmətli Qurana ehtiram eləməsidir. Yəni, bu Qurana pak olaraq toxunmasıdır. Yəni, burada dəstəmazlı və qüsurlu olmalıdır. Yəni, insan, ixtilaf var məsələdə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Lə yəməssul Qur'anə illə tahir. Qurana yalnız tahir kəs toxuna bilər. Və yaxud da ki, əv min vəra həil. Həil, hər hansı bir maniyə arxasından toxuna bilər. Yəni, mən məssəhu min vəra həil fə innəhu ləm yəməssul min vaqi. Yəni, deyək ki, əlcəklə, və yaxud da buna oxşar şeylə, nəsə toxunası olsun, bu həqiqətdə toxunmuş sayılmır. Yəni. Və yənbəği lə alə səbili vücub, lə alə səbili vücub. Vücub vaciblik kimi deyil bu. Əllə yəqrəl Quran və ləv ən zahir qalbin illəl mütətahhir. Yəni, hədə min ehtiramı Quran. Yəni, vacib kimi deyil, amma nə deyir? İnsan Quranı oxuduqda, yəni, hətta qəlbində oxusa belə, təmiz olmasa belə, amma dilimlə oxuya bilər. Burada toxunmaqdan söhbət gedir. Bu da deyir, Allahın kitabına olan ehtiramdandır. Həmçinin axırıncı olaraq Allahın kitabına olan nəsiyyətdən sən onu ihanət olan bir yerə qoymamalısan. Onu ihanət olan yerə qoymamalısan. Çirkli, bunu oxşar yerlərə.
vacibdir ki, sən ehtiyatlı olasan, onunla mimmə yəsnəhu ba'du sıbyan izən intehu minəd durus fi mədərisihim. Sən o kəslər kimi olmamalısan ki, o bazı uşaqlar var ki, məktəb qutaran kimi kitablarını edirlər, həmin o təkrar oxuduqları kitablar hamısını cırırlar, tulluyurlar, yolları səpirlər. Bəzi məktəb uşaqları belə edirlər. Zibilliyyət olmayan oxşar şeylər, əuzubillah, belə şey eləmək olmaz yəni. İnsan lazımdır ki, Quranı təmiz, pak, gözəl bir yerə qoysun. فَإِنَّ هَذَا لَا بَأْسَ بِهِ وَلَا حَرَجَ فِيهِ. Yəni, belə etdikdə düzgün etmiş olur. Buna günah olmaz. Qoy, təmiz olan bir yerə qoy. Yəni, lazımdır ki, insan Quranı belə yerə qoyduqda onu ihanət eləmiş, imtihan nədir? İmtihan yəni qiymətli saymış olmursan. Təmiz yerə qoymaq lazımdır. Yəni, ona ihanət eləmiş olmursan belə etdikdə. Görsən, insanların çoxundan nə baş verir? İzə kənə yusalli və yəqra minəl mushafi və aradə sucud yədəu beynə yədəyi. Fəzə yuad imtihanən. Bəzi insanlar var ki, deyir, Quranı oxuyur, namaz qılır və Qurandan oxuyur. İstəyir səcdə eləmək, Quranı qoyur, qabağına qoyur, yerə qoyur Quranı. Üstünə uzanır da sanki. Bu deyir, ona ihanət mushafa, ihanət eləmiş olur. Özürlü səcdə, ihanət eləmiş olmur. Yəni, insan səcdə eləyəndə Quranı qoyur yerə, səcdə edir. Yəni, bu ihanətdən sayılmır. Sən tək təmiz yerə qoyursan, yəni, problem deyil, yəni. Həm də imtihandan sayılmır. İmtihan nədir? Yəni, məsələn, kuklalarla uşaqlar gözü yerə tullanmırlar. Bundan sayılmır. Yəni. Yenə də